Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Bütün izleyicilere, dostlarıma selam deyirəm. İslamlıq və tühlüğün 3-cü bəhsini başlayırıq. Bilməliyik, tarix boyu dərin ilgilər İslamla Türkün arasında olubdur. Biz siz dəyərli izləyicilərlə bu ilgiləri ya həmən münasibətləri ortalığa qoyub paylaşacağıq. Türk Müslümanları dünyanın dört bir yanına yerləşiblər. Azərbaycanda, Xorasanda, Qafqazda, Doğuda, Batı Türkistanda, Çində, Hindidə, Orta Asiyada, Anadolu, Balkanda, Şamatda, Əraq, Əcəmdə, Afrikada, Avropada dünyanın ağır sayını daşıyıblar. Türklər İslamla ilgiləri təhcə monoloq ya bir tərəfli olmayıb. Bu ilgiyə dayalaq ya iki tərəfli ilgi hakim olub. Bu diyaloqun içindən vüsətli bir söyləm ya qofteman, diskurs yaranıbdır. Türklər İslamla əgər bir şəriət alıb salar da, tarix boyu üç töhfə səxavət ilə ya üç miras səxavət ilə İslama bağışlayıblar. Ən birincisi irfandır. Tanrıya sevgi ilə yanaşmaq, ilgi qurmaq, məhəbbətlə özgə adamlarla davranmaq, asanlıqla bir-biri ilə keçinmək, özgə dinlərə, özgə dillərə yol verməkdir. Hər nə ki, İrfan-ı İslami adlanır, türklərdən qalmış bir mirasdır. İslam təməddünü onu türklərdən alıb, bağrına çəkib bəsləndiribdir. Bu irfanın cövhərəsi eşq ya sevgidir. Eşq qavramı türklərdən İslama daşınıbdır. Biz əlbət gələn videolarda bunu genişli açıqlayacağıq. İkincisi hikmət və fəlsəfədir və mərifətdir. İllər boyu Türklər Çindən Anadoluya, Batı Asiyaya qədər İpək yoluna hakim olublar. İpək yolunda ipəkdən, qumaşdan, dava-dərmandan əlavə burada törənən hikmət və fəlsəfəyə də malik idilər. Həkimlər, filsuflar mədəniyyətə sahib olan yerlərdə sakinləşirdilər. Əski zamanda İpək yolunun o yanı, bu yanı doluydu şəhərlərlə, başkətlərlə. Həkimlər də hakimlərin yanında oturub, türklər ağır uyğarlığa, təməddünə sahib idilər. Minnətsiz hikmət və fəlsəfəni də İslamlığa bağışlayıblar. Hər nə Əbu Nəsr Farabidən, Əbu Reyhan Birunidən, İbn Sinadan başlayır. Farabi İslam dünyasının fəxrli bilgilərindəndir ki, müxtəlif sahələrdə elmi əsərlər yazmış, türk dünyasının İslama bağışladığı ən böyük bir töhfədir. Dəramədi bər ədəbiyyat kitabında Hamilton Alexander Ruskin Gibb öz dəyərli əsərləri olan Farabini Orta Asiyada türklərdən saymış, ondan başqa ayrı türklərə də işarə eləyib. Ərəb alimlərindən də ad apara bilərik. Onların İslam dünyasında verdiyi xidmətlərdən biri Farabinin əli ilə olub. Farabi 4-cü yüzildə bütün İslam dünyasında ən böyük şöhrət qazanmışdır. Çoxlu elm, hünər sahələrində əsərlər yazmışdır. Bütün əsərləri də əlbəttə ərəbcə olmuşdur. Əbu Reyhan Biruni də bir türk alimi olaraq
tamam əsərlərini ərəbcə yazmışdır. O da Maveraun-Nəhr türklərindən olaraq zamanənin bilimlilərindən ihatəsi olmuş çoxlu bir əsər yazmış alimlərdən olmuşdur. Onun əsərləri bu gün də bilim yurtlarında öz dəyərini saxlayıbdır. Biruni öz ana dilindən əlavə də neçə dillər bilirmiş. 3-cü, 4-cü yüzildə türklər arasında çoxlu bilgilərin baş qaldırıb və müxtəlif sahələrdə düşüncələrinə yazmağa çalışan bir şəxslərdən olmuşdu. İlahiyyatda, fiqhdə, hücumda, nücumda, hikmətdə həqiqətlə bunlar kitablar yazmışdılar. 3-cü töhfə Türk dünyasından İslam dünyasına hökmdarlıqdır. Divan salari hökuməti. Ədaləti yaymaq, zülmə də qarşı çıxmaq üçün hökumət qurmaq gərək. Hökm sürmək, qüdrəti yasalaşdırmaq, qaydaya çəkmək Türk düşüncəsində ağır, yüksək, önəmli bir qavram daşıyır. Qüdrət teorisi Türk məfkurəsində dünyada ədaləti yaymaq, zülmə qarşı çıxmaqdır. Ona qılış çəkməkdir. Məzlumun arxasında dayanmaqdır. Zülmün bir budağı, bir əlbət, bir balası Təbrizdir. Təbriz yəni bir qrupu, bir qovmu o birisindən ləyaqətdə baxmayaraq üstün tutmaq. Onun haqqı hüququnu danmaq, verməməkdir. Əlbəttə, bunların hamısı törədən və qurultaydan keçirdi. Türkün hökumət teorisində ən böyük ədalətsizlik, ən böyük zülm Təbrizdir. Belə bir düşüncə də hakimin yanında həkim olmalıdır. Bəşəriyyətin xeyri səlahını möhkəm qaydalara, yaralda təbib kimi hakimə verə, hakim də onları qanunlaşdıra, hakimi idarəçilikdə böyük qocalar, huşlu başlı, ağıllı adamlar qurultayla, düyün qurmaqla, törənin yasaları ilə fikir verməliydilər. Törəni dəbi, dəyərli saxlayıb, törə qalar, yiğit gedər, toplumu idarə edib, adamları onunla irəli sürməliydilər. Türklər bu düşüncəni qüdrət məfkurəsindən İslama verdilər. Türklər tarix boyu xəlifələrin yan-yörələrində sultan olub səltənət edirdilər. Onlara qız verib qız alırdılar. Bəzi vaxtlar xəlifə dəyişirdilər. İslamın qılıncı olub, İslamı özününkü bilib qorumağa, yaymağa çalışırdılar. Bu təsahül və təsamuh, özgə dili, özgə dinini rəsmiyyətə tanımaq Osmanlı dövrəsində görmək olurdu. Diqqətli ibarət budur. Türklər İslamı qəbul edərkən mücahid-i fisəbilillahdırlar. Birinci İslam gətirən Türk sultanı Satux Boğraxan idi. 333 il Peyğəmbərin vəfatından sonra Türk dünyasında İslam bayrağını qaldırır. Profesör Rəfiq Özdək Türkün Qızıl kitabında 2-ci cildində 1-ci səhifəsində belə deyir. Peyğəmbər meyraca getmişdir. Bütün Allah elçiləri ilə görüşürdür. Onların yanında bir kişi gördü. Üzü parıldayırdı. Cəbraildən soruşdu, bu hansı peyğəmbərdir? Dedi, o peyğəmbər deyil. Onun adı Satux Boğraxandır. 333 il səndən sonra bütün Türkistanda sənin İslamını yayacaqdır. Peyğəmbər sevinə-sevinə Meyracdan qayıdarkən ona çoxlu dua eləyir. Yolda 40 döyüşçü, kişi başında türkü börk, əllərində türkün qılıncı Peyğəmbərin peşvazına gəlirlər. Peyğəmbərə nida gəlir, bunlar Satux Boğraxanın yaxın yoldaşlarıdırlar. 333 il ondan sonra Satux Boğraxan yuxuda görür, Cəbrail göylərdən gəlib ona deyir, Müslüman ol, dünyayı, axirətiyi qazan. O da yuxudan durarkən Müslüman olur, birinci İslam gətirən Türk sultanı
Satıq Boğraxandır. 333 il Peyğəmbərin vəfatından sonra Türk dünyasında İslam bayrağını qaldırır və İslamı yayır. Demək olar, bu bəhsidə biz belə dedik ki, Türk dünyasından İslam dünyasına 3 töhfə verilir. Hikmət o fəlsəfə, irfan və hökmdarlıq. Sağ olasınız, gələn görüşə qədər.